Son dövrlərdə Azərbaycanda təhsil sahəsində mühüm dəyişikliklərin müzakirəsi aparılır. Xüsusilə müəllimlərin sertifikatlaşdırılması ilə bağlı mövcud qaydaların təkmilləşdirilməsi istiqamətində yeni təkliflər gündəmə gəlib. Milli Məclisin deputatı Vüqar Bayramov bu məsələ ilə bağlı diqqət çəkən açıqlamalar verib. Hazırda qüvvədə olan qaydalara əsasən müəllimlər yalnız 3 dəfə uğurlu nəticə əldə etdikdən sonra sertifikatlaşdırma imtahanından azad olunur. Bu isə bir çox müəllim üçün həm psixoloji, həm də vaxt baxımından müəyyən çətinliklər yaradı. Deputatın irəli sürdüyü yeni təklifə görə isə artıq 2 dəfə uğur qazanan müəllimlərin də bu imtahandan azad olunması mümkün ola bilər. Bu yanaşmanın tətbiqi müəllimlərin üzərindəki gərginliyi azaltmaqla yanaşı, onların peşə fəaliyyətinə daha çox fokuslanmasına şərait yarada bilər. Digər mühüm məsələ isə sertifikatlaşdırma nəticələrinin müəllimlərin əmək haqqına təsiri ilə bağlıdır. Mövcud sistemə görə imtahanda 51 və daha yüksək bal toplayan müəllimlərin maaşı 35% artırılır. 30 ilə 50 bal arası nəticə göstərən müəllimlər isə o faiz maaş artımı əldə edir. Lakin təklif olunan yeni dəyişikliklər bu sistemi daha da təkmilləşdirməyə hədəfləyir. Belə ki, beynəlxalq təcrübəyə uyğun olaraq qiymətləndirmə meyarlarının yenidən müəyyənləşdirilməsi təklif olunur. Yeni yanaşmaya əsasən 80% və daha yüksək nəticə göstərən müəllimlərin maaşına 35% əlavə olunması məqsədə uyğun hesab edilir. Bu isə təxminən 48 və daha çox bal toplayan müəllimləri əhatə edə bilər. Bu dəyişikliklərin həyata keçirilməsi minlərlə müəllimin sosial rifahına müsbət təsir göstərə bilər. Eyni zamanda müəllimlərin motivasiyası artar, təhsil sistemində keyfiyyət yüksələr və daha sağlam rəqabət mühiti formalaşar. Bununla yanaşı digər vacib məsələlərdən biri də minimum əmək haqqının mütəmadi olaraq yenidən nəzərdən keçirilməsidir. İqtisadi dəyişikliklər və inflyasiya fonunda əmək haqqlarının uyğunlaşdırılması əhalinin alıcılıq qabiliyyətinin qorunması baxımından böyük əhəmiyyət daşıyır. Mütəxəssislər hesab edir ki, maaşların ildə ən azı bir dəfə indeksasiyası iqtisadi sabitliyə də müsbət təsir edə bilər. Ümumilikdə təklif edilən bu dəyişikliklər yalnız müəllimlərin deyil, bütövlükdə təhsil sisteminin inkişafına xidmət edə bilər. Daha şəffaf, ədalətli və motivasiya edici bir sistemin qurulması gələcək nəsillərin daha keyfiyyətli təhsil almasına şərait yaradar. Bəs siz bu dəyişikliklər haqqında nə düşünürsünüz? Fikirlərinizi şərhlərdə yazmağı unutmayın.